Bu tip xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Dövlət Sosial Müdafiə Fondu tərəfindən əmək pensiyalarının və ünvanlı sosial yardımların layihə üzrə ödəniş tarixləri ilə bağlı yeni məlumat açıqlanıb. Verilən məlumata əsasən Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonu üzrə qeydiyyatda olan pensiyaçıların əmək pensiyalarının bu ayın 14-dən etibarən ödənilməsi nəzərdə tutulur. Bu tarixdən başlayaraq vəsaitlərin mərhələli şəkildə vətəndaşların bank hesablarına köçürülməsi planlaşdırılır. Eyni zamanda bildirilib ki, Azərbaycanın digər şəhər və rayonlarında qeydiyyatda olan pensiyaçıların əmək pensiyalarının ödənişi bu ayın 22-sindən gec olmayaraq həyata keçiriləcək. Bu kateqoriyaya həmçinin güzəştli şərtlərlə əmək pensiyası almaq hüququna malik şəxslər də daxildir. Yəni, həmin vətəndaşların da pensiya vəsaitlərinin 22 iyul tarixindən gec olmayaraq ödənilməsi nəzərdə tutulur. Dövlət Sosial Müdafiə Fondundan verilən məlumata görə ödəyişlər təsdiq olunmuş qrafik əsasında mərhələli şəkildə həyata keçiriləcək. Vəsaitlər bank kartları vasitəsilə pensiyaçıların istifadəsinə təqdim olunacaq. Pensiya alan şəxslər vəsait hesablarına köçürüldükdən sonra onu bankomatlardan və ya digər bank xidmətlərindən istifadə etməklə əldə edə bilərlər. Bununla yanaşı ünvanlı dövlət sosial yardım alan ailələr üçün də ödəniş tarixi açıqlanıb. Məlumata əsasən ünvanlı sosial yardımların bu ayın 24-dən gec olmayaraq ödənilməsi planlaşdırılır. Yardımların da bank hesablarına köçürülməsi mərhələli qaydada həyata keçiriləcək. Qeyd edək ki, ödəniş tarixləri ilə bağlı hər hansı dəyişiklik olacağı təqdirdə bu barədə rəsmi qurum tərəfindən əlavə məlumat verilə bilər. Buna görə də vətəndaşların yalnız rəsmi mənbələrdə yayımlanan məlumatlara diqqət yetirmələri tövsiyə olunur. Əgər siz Bakı şəhərində, Sumqayıt şəhərində və ya Abşeron rayonunda qeydiyyatdasınızsa, əmək pensiyanızın bu ayın 14-dən etibarən ödənilməsi nəzərdə tutulur. Əgər digər şəhər və rayonlarda qeydiyyatdasınızsa və ya güzəştli şərtlərlə pensiya hüququna maliksinizsə, ödənişinizin bu ayın 22-sindən gec olmayaraq həyata keçirilməsi planlaşdırılır. Ünvanlı dövlət sosial yardımı alan vətəndaşların ödəyişləri isə bu ayın 24-dən gec olmayaraq həyata keçiriləcək. Beləliklə, Dövlət Sosial Müdafiə Fondunun açıqladığı ödəniş qrafikinə əsasən pensiya və sosial yardım alan vətəndaşlar göstərilən tarixlərdə bank hesablarını yoxlaya bilərlər. Ödənişlərin mərhələli şəkildə həyata keçirilməsi səbəbindən vəsaitlərin hesablara köçürülməsi gün ərzində fərqli saatlarda baş tuta bilər.